Əziz dostlar, bu kitab sizə İsa Məsihin Allahın oğlu olduğunu və onun insanlara əbədi həyat verməsindən danışır. Şəkillərə baxdıqca dediklərimə diqqətlə qulaq asın. Birinci şəkil. İsa Məsih İsraildə doğuldu. Onun doğulması qeyri-adi idi. Onun anası Məryəm bakirə idi. İsa Allahın ruhundan doğdu və Allahın oğlu idi. İsa doğulmamışdan qabaq da var idi. Hər şey başlamamızdan qabaq o Allahla idi. Dünyanı o yaradıb, ilk insana həyatı o verib. Amma insanlar Allahın yolunu qoyub, iblisin yolu ilə getdiyinə görə həlak oldular. İsa bu dünyaya gəldi ki, insanlara Allaha aparan yolu göstərsin. İkinci şəkil. İsa böyüyüb başa çatdı və bir gün anası və şagirdləri ilə birlikdə toy məclisinə çağırıldı. Məryəm İsa'nın Allah oğlu olduğunu bilirdi və şərab tükənəndə İsa'ya bu haqda dedi. Sonra isə nökərlərə dedi ki, İsa'nın dediyini etsinlər. Orada 6 dənə küp var idi. İsa nökərlərə dedi, küpləri su ilə doldurun. Küpləri ağızlarına qədər doldurdular. Sonra nökərlərə dedi, indi sudan götürüb, ziyafətə başçılıq edənə aparın. Su ən yaxşı şəraba çevrildi. İsa'nın şagirdləri onun qeyri-adi qüvvəyə malik olduğunu görərək ona iman gətirdilər. Üçüncü şəkil. Naktimon adlı bir Yahudi rəisi İsa'nın etdiyi möcüzələr haqqında eşidib, onun Allahdan olmasına inanaraq bir gecə Allah haqqında sual vermək üçün onun yanına gəldi. İsa ona dedi, sənə doğrusunu deyirəm, bir kəs yenidən doğulmasa Allahın səltənətinə girə bilməz. Naktimon ondan soruşdu, bir adam qoca ikən necə doğula bilər? İsa ona dedi, bir körpə anadan doğulanda cismani həyat olur. Ruhani həyatımızın olması üçün biz Allahın ruhundan doğmalıyıq. İsa'ya iman edən və ona itaət edən hər kəs yenidən doğulubdur və onun əbədi həyatı var. İman etməyəni isə əbədi ölüm gözləyir. Dördüncü şəkil. Sizin uşağınız xəstələnsə, siz nə edərsiniz? Bu adam bir hökümdarın əsabəsidir və uzaq yerdən gələrək İsa'ya yalvarır ki, onun ölən oğlunu sağaltsın. İsa ona dedi, get, oğlun yaşayır. O adam ona iman edib getdi. Yolda qulları ona rast gəlib, oğlun yaşayır deyə xəbər verdilər. O onlardan oğlunun nə var sağladığını soruşdu və anladı ki, İsa ona oğlun yaşayır dediyi vaxtda baş vermişdi. Və özü ilə bərabər bütün ailəsi iman etdi. Beşinci şəkil. Yeruşalim şəhərində bir hovuz var idi. Orada çoxlu xəstə, kör, topal, iflic olmuş adam yatırdı və suyun tərpənişini gözləyirdi. Çünki Rəbbin bir mələyi ara-sıra hovuza girib suyu dalğalandırırmış. Su dalğalanarkən hovuza girən ilk adam hər hansı bir xəstəliyə tutulmuşsa sağalırmış. 38 ildən bəri xəstəliyə duçar olmuş bir adam da orada idi. İsa onun yatdığını görüb, uzun zaman xəstəlik çəkdiyini də bilərək ona, sağalmaq istəyirsənmi dedi. Xəstə ona cavab verdi. Cənab, su dalğalanarkən məni hovuza salacaq kimsəm yoxdur və mən çatınca başqası məndən qabaq oraya enir. İsa ona dedi, dur, döşəyini götür və yeri. Buna görə Yahudi idarəçiləri çox hirsləndilər. Çünki İsa onu Yahudilərin heç nə etmədiyi, ancaq Allaha ibadət etdiyi xüsusi gün, şənbə günü sağaltdı. Amma İsa onlara göstərmək istəyirdi ki, o Allahın oğludur və hər zaman insanlara kömək etməyə səlahiyyəti var. Lakin onlar ona inanmırdılar. Altıncı şəkil.
Büyük bir izdiham, xəstələr üzərində göstərdiyi möcüzələri görüb, İsa'nın ardınca gelirdi. İsa, yanında büyük bir izdihamın toplandığını gördükdə, şagirdlerine dedi, bunları yedirtmek için haradan çörək satın alaq? Şagirdlerinden biri, burada 5 arpa çörəyi ilə 2 balığı olan bir uşaq var. Ama bu kadar adama bu nedir? İsa halkı otuzdurdu, halk da oturdu. Ancak kişilerin sayı 5000 idi. O zaman İsa çörəkleriyle balıqları götürdü ve şükran duası ettikten sonra oturanlara payladı. Onların hamısı istədikləri qədər yiyib doydular. İsa onlara dedi, mən həyat çörəyiyəm. Mənim yanıma gələn əsla acımaz. 7. şəkil. İsa tək dua etmək üçün dağa çəkildi. Şagirdləri isə qayığa minib gölün o biri tərəfinə gedirdilər. Artıq qaranlıq çökmüşdü, lakin İsa hələ onların yanına gəlməmişdi. Güclü bir külək əsdiyindən göl dalğalı idi. Birdən onlar İsa'nı göl üzərində yeriyən və qayığa yaxınlaşdığını görüb qorxdular. İsa isə onlara dedi, mənəm, qorxmayın. Onu qayığa götürmək istədilər. Amma o andaca qayıq getdikləri sahilə çatdı. Şagirdlər İsa'nın Allah'tan böyük bir qüvvəyə malik olduğunu bir daha gördülər. 8. şəkil. Bir gün İsa yoldan geçərkən anadan gəlmə kör bir adamı gördü. Şagirdləri fikirləşirlər ki, onun kör doğulması Allah'ın bir cəzasıdır. İsa onlara dedi ki, onun kör doğulması Allah'tan cəza deyil, amma Allah'ın işinin onda zühur olması üçün belə oldu. İsa yerə tüpürdü, tüpürcüyündən palçıq düzəltdi. Palçığı adamın gözünə sürtdü və ona, get, yuyun dedi. Adam gedib yuyundu və gözləri açılaraq qayıtdı. Əziz dostlar, o insanın cismani gözləri kör idi. Amma bizim hamımızın ruhani gözləri kördür. Biz Allah'ı nə görə, nə də tanıya bilirik. Amma İsa deyir, mən dünyanın nuruyam. Mənim ardımca gələn qaranlıqda yerməz, amma onda həyat nuru olar. 9. şəkil. İsa'nın Lazar adlı bir dostu var idi. O onu və onun bacılarını, Marta və Məryəmi çox sevirdi. İsa Lazarın xəstə olduğunu eşitdi, amma onun yanına getməyə tələsmədi. Bir neçə gün sonra İsa şagirdlərinə dedi, Lazar ölmüşdü və iman edəsiniz deyə orada olmadığıma sevinirəm. Lakin yanına gedək. İsa gələndə Lazar artıq 4 gün idi ki, qəbirdə idi. Marta ilə Məryəm yas içində idilər. Və İsa'nı görəndə, Ya Rəbb, əgər burada olsaydın, qardaşımız ölməzdi, dedilər. İsa, Lazar diriləcəkdi, dedi. O, qəbrin daşını götürün, dedi. Sonra isə, Lazar çölə çıx, deyə yüksək səslə qışqırdı. Ölü də əlləri və ayaqları sarğılarla bağlanmış və üzü dəsmalla sarılmış halda çıxdı. İsa dedi, dirilmə və həyat mənəm. Mənə iman edən ölsə də yaşayar. Əgər siz bu həyatda İsa'ya iman etsəz, öləndən sonra əbədi həyatınız olacaqdır. Siz buna inanırsınızmı? 10. şəkil. Bir çox işlərlə İsa Allah oğlu olduğunu göstərdi. Amma Yahudi kahinləri ona paxıllıq edirdi. Onlar onu öldürmək istəyirdilər. İsa şagirdlərinə öləcəyini, sonra isə onlara müqəddəs ruh verəcəyini söyləmişdi. Bu insanları təzədən Allah'a gətirmək üçün yeganə yol idi. İsa'nın şagirdlərindən biri Yahuda, Yahudi kahinlərindən pul alaraq, İsa'nın harada olacağını deməklə ona həyanət etdi. Yahudi kahinləri gəlib İsa'nı tutdular.
Hakimler onda bir günah tapmadılar. Ama baş kahinler ve aksakallar çarmıha çək diye qışqırırdılar. İsa'nı çarmıha çəkdilər. Onunla bir yerdə iki dənə cinayətkarı da asdılar. Cinayətkarlar öz əməllərinə görə layiq olan cəzanı aldılar. İsa isə bizim günahlarımıza görə öldü. O bütün insanların günahlarına görə Allahın qurbanı idi. 11-ci şəkil. İsa'nın cəsədini bir qəbrə qoydular. Qəbrin ağzına da bir daş yuvarladılar. 3-cü gün Məcdəlli Məryəm qəbrin yanına gəldi. Daşı qaldırılmış, qəbri isə boş gördü. Məryəm ağlayaraq qəbrin yanına durmuşdu. Ağlayarkən əyilib qəbrin içinə baxdı və iki mələk gördü. Və onlar ona dedilər, "Qadın, nə üçün ağlayırsan?" O da onlara dedi, "Rəbbimi aparıblar və onu haraya qoyduqlarını bilmirəm." Bunu dedikdən sonra arxaya dönüb İsa'nı orada duran gördü və onun İsa olduğunu bilmirdi. İsa ona dedi, "Qadın, nə üçün ağlayırsan?" Məryəm də onu barban sanıb ona dedi, "Cənab, əgər onu sən apardınsa, haraya qoyduğunu mənə söylə, mən də onu götürüm." İsa ona, "Məryəm," dedi və Məryəm o anda onu tanıdı. İsa ona dedi, "Qardaşlarımın yanına get və onlara söylə ki, mənim atam və sizin atanınız, mənim Allahımın və sizin Allahınızın yanına qalxıram." Məcdəlli Məryəm gedib şagirdlərə Rəbbi gördüyünü və Rəbbin ona bunları söylədiyini bildirdi. 12-ci şəkil. İsa göyə çəkilməmişdən qabaq başqa bir möcüzə də etdi. Bir gecə onun şagirdləri balıq tutmağa getdilər. Amma bir şey tutmadılar. Onlar qayıdarkən İsa sahildə dururdu. Amma onlar onu tanımadılar. İsa onlara torları hansı tərəfə atmağını söylədi. Onlar eləcə də etdilər və o qədər balıq tutdular ki, toru çəkə bilmirdilər. O vaxt onlar onun İsa olduğunu bildilər. İsa onlara yemək hazırladı və bir yerdə yemək yedilər. İsa istəyir ki, bütün insanlar onun möcüzələri haqqında eşidib, onun Allah oğlu olduğuna inansınlar. Əziz dostlar, İsa kainatın xilaskarıdır. O bizi günahlardan xilas edir və bizə əbədi həyat verir. Şəkillərə baxın və deyəcəyim hekayələrə qulaq asın. 13-cü şəkil. Bir gün İsa'nın şagirdlərindən ikisi bir yerdə gedirdilər və aralarında baş verən hadisələr haqqında söhbət edirdilər. Birdən İsa'nın özü onlara yaxınlaşıb, onlarla bərabər getməyə başladı. Onlar onu tanımadılar və ona baş verən hadisələr haqqında danışmağa başladılar. Sonra isə İsa onlara Musa ilə bütün peyğəmbərlərdən başlayaraq, bütün müqəddəs yazılarda özü haqda olan şeyləri izah etməyə başladı. Onun əzab çəkdiyini, ölüb, sonra isə dirildiyi haqda söylədi. Birdən onların gözləri açıldı və onlar onu tanıdılar və İsa'nın dirildiyini bildilər. İndi isə gəlin, İsa'nın nə öyrətdiyini qulaq asaq. 14-cü şəkil. İsa bu məsəli söylədi. Bir nəfərin 2 oğlu var idi. Oğlanlardan kiçiyi atasına dedi, "Ata, malikanədən mənə düşən hissəni ver." Və atası malikanənin onların arasında böldü. Bir neçə gün sonra kişi oğlu nəyi vardısa yığıb uzaq bir məmləkətə getdi. Orada səfahətlə yaşayaraq bütün varını puç etdi və hamısını xərclədikdən sonra o ölkədə böyük bir acılıq oldu və o ehtiyac duymağa başladı. Gedib o ölkənin sakinlərindən birinin xidmətinə girdi. O isə onu öz tarlalarında donuz otarmağa göndərdi. Donuzların yediyi qida ilə qarnını doydurmağa şad olardı, amma kimsə ona bir şey vermirdi.
Ve özüne geldikdə dedi, atamın nə qədər muzlu ikisi var. Hamısının da bolca çörəyi var. Mən isə burada acından ölürəm. Durub atamın yanına gedib deyəcəm, ata, mən göyə və sənə qarşı günah işlətdim. Və artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzlu işçilərinin sırasına al. 15-ci şəkil. Durub öz atasının yanına getdi. Hələ uzaqda ikən atası onu görüb ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü. Oğul isə dedi, ata, mən göyə və sənə qarşı günah işlətdim və artıq sənin oğlun adlanmağa layiq deyiləm. Atası isə öz qullarına dedi, ən gözəl xalat gətirib onu geyindirin, barmağına üzük və ayaqlarına karıq taxın və kökəldilmiş dananı gətirin, kəsin, yeyib şadlanar. Çünki bu oğlum ölmüşdü, dirildi, qeyb olmuşdu, tapıldı. Əziz dostlar, Allah həmin o ata kimidir. Biz isə o qeyb olmuş oğul kimiyik. Biz Allahdan çox uzaq düşmüşük. Allah bizi sevir və bizim qayıtmağımızı gözləyir. O bizi bağışlamaq istəyir. İsa Allah'a aparan yoldur. 16-cı şəkil. İsa belə bir məsəl çəkdi. Varlı adamın torpağı bol məhsul verdi. O özlüyündə düşünürdü. Nə edim? Məhsulumun bəhrəsini qoymağa yerim yoxdur. Və dedi, belə edərəm. Anbarlarımı söküb, daha böyüklərini tikərəm və bütün məhsulumu və bütün dövlətimi oraya toplayaram. Və canıma deyərəm, ey canım, uzun illər üçün toplanmış çoxlu dövlətin var. Rahat ol, ye, iç, kef çək. Amma Allah ona dedi, ağılsız, sənin canını elə bu axşam alacaqlar. Sənin hazırladığın şeylər bəs kimə qalacaq? İsa deyir, nə yeyəcəyin, nə içəcəyin, nə giyinəcəyin şeylərin qayğısına qalma. Allahın səltənətini axtar. Var dövlətinlə kasıblara yardım et. Onda səmavi səltənətdə tükənməyən sərvətin olacaq. 17-ci şəkil. İsa belə bir məsələ danışdı. Bir nəfər çox zəngin idi. Mor və incə kətandan paltar geyər və hər gün təmtəraqla keyf edərdi. Lazar adlı bir yoxsul var idi. Onun bədənini yara bürünmüşdü və o, zəngin adamın qapısı ağzında uzanmışdı. Zəngin adamın süfrəsindən tökülən qırıntılara qarnını doydurmaq arzusunda idi. Hətta itlər gəlib onun yaralarını yalayırdılar. Yoxsul öldü və mələklər tərəfindən İbrahimin qucağına aparıldı. Zəngin adam da öldü və dəfn edildi. Ölülər aləmində əzab çəkdiyi zaman gözlərini qaldırıb uzaqda İbrahimi və onun qucağında Lazarı gördü. Və bağıraraq dedi, ey İbrahim ata, mənə rəhmin gəlsin. Lazarı göndər, barmağının ucunu suda isvatsın və mənim dilimi sərinlətsin. Çünki mən bu alovda əzab çəkirəm. Lakin İbrahim dedi, mənim balam, yadında sal ki, sən öz həyatında yaxşılıq payını almısan. Lazar isə pislik payını aldı. Lakin indi o təsəlli tapır, amma sən əzab çəkirsən. Bundan başqa, bizimlə sizin aranıza böyük bir uçurum qoyulmuşdur ki, buradan sizin tərəfə keçmək istəyənə keçə bilmir. Eləcə də oradan bizim yanımıza keçə bilmirlər. Əziz dostlar, bu həyatda biz Allahın dediyinə yaşasaq, öləndən sonra Allahla bir yerdə cənnətdə olacaq. Ona görə İsa Məsihin adına iman edən hər kəs xilas olacaqdır. 18-ci şəkil. Bir gün bir adam gecə yarısı dostun evinə gəlib, qonağa gəldiyi üçün ondan borca çörək istəyirdi. Amma dostu və uşaqlar artıq yatmışdı və yuxudan durub ona çörək vermək istəmirdi. Amma o adam qapını döyüb xahiş etməyə davam edirdi və dostu durmağa və ona çörək verməyə məcbur oldu. Əziz dostlar, Allah bizi sevən atamızdır. Biz ondan nə istəsək, o bizə verəcəkdir.
Sadəcə biz duada davamlı olmalıyıq. 19-cu şəkil. Allah hər kəsin duasını eşidirmi? Bu şəkildəki bir adam çox dindardır. O özündən çox razıdır və Allaha başqa insanlardan yaxşı olduğunu deyir. Siz bilə, Allah bu duanı eşidirmi? Başqa insan isə vergi yığandır. O insanlardan lazım olduğundan çox pul götürürdü. Və o bilirdi ki, Allah ondan razı deyil. O başını aşağı salıb, döşünə döyüb deyirdi: Ya Allah, mən günahkara mərhəmət elə. İsa deyir ki, Allah bu duanı eşidib onu bağışladı. Allah özündən razı onlara qarşıdır, həlim insanlara isə yardım edir. 20-ci şəkil. İsa belə bir məsəl söylədi. Bir əkinçi toxum səpməyə çıxdı. Səpərkən toxumların bəziləri yol kənarına düşdü. Ayaq altında taptalandı və göyün quşları onu dimdiklədilər. Bəzisi isə daşlara düşdü və bitən kimi də qurudu, çünki rütubəti yox idi. Bəzisi isə tikanlar arasına düşdü. Tikanlar onunla bərabər böyüyüb onu boğdular. Bəzisi də yaxşı torpağa düşdü və bitib 100 qat artıq bəhrə verdi. İsa nida edib dedi: Eşitməyə qulağı olan eşitsin. Çox insan bu məsələ eşidib anlamırdı. Bəs siz necə? Bu məsələ anlayırsınızmı? 21-ci şəkil. Şagirdlər xahiş etdi ki, bu məsələnin mənasını desin. İsa dedi: Məsələnin mənası budur. Toxum Allah kəlamıdır. Yol kənarına düşənlər isə kəlamı eşidənlərdir ki, sonra iblis gəlir və iman etməyib xilas olmasınlar deyə kəlamı onların ürəklərindən götürüb aparır. Daşlığa düşənlər isə onlardır ki, kəlamı eşidikdə sevinclə qəbul edirlər. Lakin kökləri olmadığından bir müddət iman edirlər və imtahan zamanı imandan dönürlər. Tikanlar arasına düşənlər isə onlardır ki, kəlamı eşidirlər, lakin get-gedə bu həyatın qayğıları, zənginliyi, zövqləri ilə boğulur və yetkin səmərə vermirlər. Bərəkətli torpaq üzərinə düşənlər isə onlardır ki, kəlamı eşidib, sadiq və təmiz ürəkdə saxlayırlar və səbirlə səmərə verirlər. Əziz dostlar, bəs siz necə? Allahın kəlamını həyatınıza qəbul edəcəksinizmi? Və ya onu rədd edəcəksiniz? 22-ci şəkil. Allahın müqəddəs qanunu belə deyir: Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün qüvvətinlə və bütün düşüncənlə sev və yaxınını özün kimi sev. Bir insan İsa'dan soruşdu: Axı mənim yaxınım kimdir? İsa cavab verərək dedi: Bir nəfər bir şəhərə gedirdi. Həmin insan quldurlar tərəfindən tutulub, döyülüb və yarımcan halda qoyulub. Həmin insanın yanından 2 dindar insan keçir, amma ona yardım etmirlər. Amma başqa tayfadan bir insan onu görüb ona yazığı gəlir və ona təmənnasız yardım edir. İsa dedi: Əgər biz Allahı seviriksə, biz kimliyindən asılı olmayaraq, ehtiyac içində olan insanları sevib, onlara yardım etməliyik. 23-cü şəkil. İsa ölümündən sonra dirildi və onu çox insanlar gördü. İsa dedi ki, o yenə də gələcək. Amma onun gəlişinin vaxtını heç kəs bilmir. İsa dedi ki, biz ağalarını toydan qayıtmasını gözləyən nökərlərə bənzəyək. Onlar yatmayıb, ağalarını gözləyirlər ki, o gəlib qapını döyən kimi o anda onu açsınlar. Ağa gələndə oyaq tapdığı qullar bəxtiyardılar. Eləcə də biz İsa'nın gəlişini gözləməliyik, oyaq və hazır olmalıyıq. 24-cü şəkil. Zakay adlı bir nəfər vardı. O,
vergi yığanların reisi ve varlığıydı. İsa'nın kim olduğunu görmeye çalışırdı. Lakin adamların arasından göre bilmirdi. Çünkü boyu küçük idi. Ve İsa'nı görmek için irəliyə kaçıp bir yabanı əncir ağacına çıktı. Çünkü İsa oradan keçəcəkdi. İsa o yere çattıkta yukarı bakıp onu gördü ve ona dedi: "Zakay, tez aşağı düş. Çünkü bugün ben senin evinde kalmalıyam." Ve o tez düşüp İsa'nı sevinçle kabul etti. Bütün halk bunu gördükdə gileylənib deyirdi: "Günahkar bir adama qonak olmak için gitti." Zakay ise ayağa kalkıp Rəbbə dedi: "Budur ya Rəbb, var dövlətimin yarısını yoxsullara verərəm ve kimdən haksızlıkla bir şey almışamsa ona 4 kat ödərəm." İsa ona dedi: "Bugün bu eve kurtuluş geldi." Çünkü İsa qeyb olmuş insanları axtarıb xilas etmeye gelip. İsa bütün insanların ve senin xilas olmağını istəyir.